Deməli, bax, Şəkidə gəzirik, gəldik, bax, halvaçılardan birinə yazılıb üstünə 1842. Görək, ümumiyyətlə, bunun tarixi nədən ibarətdir? Salam, xoş gördük. Qapının üstündə 1842 yazılıb. Ümumiyyətlə, bu tarixdən bəri bu halvalar satılırmı, yoxsa ümumiyyətlə, halvanın tarixi nə vaxtda dayanır burada? Sırf elə bu müəssisənin özündə. Mən deyək burada 5-ci nəsiləm işləyirəm. Babam işləyirdi, atam işləyirdi, ulu babam işləyirdi, onun atası işləyirdi. Ya Şəki halvasının tarixini tam dəqiq deyə bilmərəm ha vaxtdan cəhətdə, amma bizim əsl nəsil kök 1800 təqribi bu Elmlər Akademiyasından təsdiq olunan bir şeydir ki, 1842-dən bu yanadır bizim nəsil işləyir. Bir son sual da verim sizə. Mən çox vaxt görürəm ki, şəhərdə falan hazırlamaq istəyirlər, amma bu dad alınmır. Amma Şəkidə aldığımızın dadı tamam fərqli olur. Bunun səbəbi nədir? Şəkinin özündə hazırlanan 99% yerdəki eyni dadda olur. Hələ bir cür pişirir, hələ istədiyi keyfiyyətdə pişirir də. Nətər sərfili elə də işləyir. Çox sağ olun, bazar olsun. Sağ olun.